yaxşılıq elədiyindən sən o istədiyi ala bilməyəcəksən. O təşəkkürü ala bilməyəcəksən. O sevgini ala bilməyəcəksən. Niyə? Çünki umacağın var ondan. İnsan umduğundan küsür. Amma umma, yaxşılıq elə, heç təşəkkür belə umma. Ver onu Allaha. O sənə pislik eləsə, axı sən Allaha vermirsən bunu. O səni sındırmayacaq, o səni məyus eləməyəcək o pisliyi. Sən ona bir daha yaxşılıq eləyəcəksən. Bütün ətraf və hamına yaxşılıq saç. Yaxşılıq elə. Və bu yaxşılığın da müqabilində heç nə umma. Allaha xatır elə. Onda olarsan yaxşı adam. Yoxsa hər yaxşılıq eləyən yaxşı adam olmur.